Salam, hər vaxtınız xeyir olsun. Bugünkü mövzumuz müstəvi təsəvvür olacaq. Gəlin 5-ci suala baxaq. Verilən hissələrinin fikrən birləşməsindən alınan fiquru seçin. İki qayda var. Birinci qayda nədir? Şəkilləri nömrələyirsiniz. 1, 2, 3, 4. Birinci hissəni gətirib, üçüncü hissədə birləşdirmək lazımdır. Bunun üç hissəsi buradadır. Buradan dartıram aşağı doğru. Yerləşdirdim. Sonra dördüncü şəkli gətirib ikinci şəkildə birləşdirirəm. Uc hissəsini yuxarıda qoyuram, aşağı doğru çəkirəm. Bu da oldu dördüncü hissə. 2 ilə dördüncü hissəni birləşdirdiyimə görə gətirib 1 ilə 3-ün yanına yerləşdirirəm. Amma bir şərtlə ki, bu hissəsini buradan birləşdirim ki, bizdən nə alınsın? Kvadrat alınsın. Bunu da gətirib birləşdirəndə belə bir kvadrat yaranır. Gördüyünüz kimi kvadrat yarandı. Deməli, hansı oldu? Variantlarda A variantı uyğun gəldi. Sonra keçirik 6-cı sualda. 6-cı sualda nə deyir? Verilən nömrələnmiş hissələrinin dördünün birləşməsindən kvadrat alınır. Hansı hissə artıqdır? Onun üçün nə edirik? Biz bu şəkilləri bir-bir tamamlayırıq. Əvvəlcə ikinci ilə dördüncünü birləşdirsək, bir düzbucaqlı ala bilərik. Gəlin birləşdirək. Buradan çəksəm, gördüyünüz kimi 4 gəlir. Hara düşür? Bura gəlir. Sonra birinci şəkili gətirib 5-ci şəkildə birləşdirsək, birinci. İndi bizə deyir ki, kvadrat yarat. Kvadrat yaratmaq üçün də 4 ilə 1-i gətirib burada altına qoyuruq şəkili. Gördüyünüz kimi kvadrat yarandı. Hansı şəkil istifadə etmədim? Üçüncü şəkil istifadə etmədik. Ona görə düzgün variant hansı olacaq? C variantı olacaq. Sonra 7-ci sualda nədir? Verilən hissələrinin fikrən birləşməsindən alınan fiquru seçin. Ən rahat üsul bu qaydadır. Nə edirəm mən? Görürəm ki, ən standart fiqur hansıdır? Daha çox uc hissələrinə fikir verin. Bax, burada da uc hissəsi var, burada da uc hissəsi var. Görürəm ki, burada uc hissəsi var, burada da uc hissəsi var. Bu üçbucağı yaratmaq istəyirəmsə, böyük üçbucağı. Aşağı doğru düz xətt çəkirəm. Kündlərindən. Aşağı doğru çəkdik. Buradan da aşağı doğru çəkdik. Sonra bu şəkilləri nömrələyək. Görək hansı harada yerləşəcək. 1, 2, 3, 4. 2-ni görürsünüz burada. Bax, göstərim sizə. 2-ni görə bilirsiniz burada. Sonra 3-ü görə bilirsiniz burada. İndi qaldı bizdən 4 ilə 1. 4 ilə 1-i necə yarada bilərik? Buradan bir dənə düz xətt çəksəm, gördüyünüz kimi birinci gəlib bura düşəcək. Dördüncü hara düşəcək? Dördüncü də gördüyünüz kimi hara düşəcək? Bax, bura düşəcək. Deməli, düzgün variant hansı oldu? A variantı oldu. Sonra keçirik 8-ci sualda. 8-ci sualda nədir? Verilən hissələrin fikrən birləşməsi alınan fiquru seçin. Yenə də gözümə üçbucaqlar sataşır və onların uc hissələrini tapmalıyam. Bir də ki, şəkildə burada sanki burada kəsik hissə var. Onu tapmaq lazımdır. Onun üçün biz burada yalnız D variantından düzəldə bilərik və C variantından. Gəlin indi G variantının üzərinə qoyaq, görə yerləşdirə biləcək hər bir hissəni. Yenə də bunları bir-bir nömrələyək. 1, 2, 3, 4 olsun. Əvvəlcə
Bu üstbucağı tapdım. Bu üstbucağı görürəm ki, buradadır. Sonra üçüncü üstbucağı yaratmaq istəyirəm. Aşağı bir dənə buradan düz xətt çəkirəm. Əslində bu fiqur buradan da, bu üstbucaq buradan da çəkdim. Deməli, birincini tapdıq. Sonra üçüncünü yerləşdirdik. Qaldı burada 2 ilə 4. 2 ilə də 4'ü gəlin. Bunu biraz da rəyləyim. Daha aydın görə biləsiniz. Görə bilirsiniz də. Deməli, dördüncü hara gəlib düşəcək? Biraz bunu belə deyək. Daha sərgəli çəksək, belə deyək. İkinci, 1, 2 ayağına fikir verin. Daha böyükdə. Damasını saysaq, bax, 1, 2, 3, 4 dənə, 5 dənə. Burada 1, 2, 3, 4 dənədir. Onun üçün. Bu fiquru getdikcə biraz içəri salmaq lazımdır ki, buradan çəkəndə həqiqətən bu fiqur 1, 2, 3, 4, 5. Deməli, dördüncü gəlib bura düşəcək. Üçüncü gəlib hara düşəcək? Dördüncü, ikinci də gəlib bura düşəcək. Bununla da düzgün variant hansı oldu? Y variantı oldu. Sonra 10-cu sualda nə deyir? Verilən hissələrin fikirlə birləşməsi alınan fiquru seçin. Yenə də gözümə uc hissələr düşür. Uc hissələri düzəltmək üçün ya da ki, belə tapmaq olar. Bu hissəni 90 dərəcə fırlayıb, gətirib bu fiqurun üzərində qoysa, belə bir nə alınar? Düzbucaqlı alınar. Bu düzbucaqlını da fırlasaq, baxın, burada yarada bilərik. Gördüyünüz kimi. Sonra bu üçbucaqlarda gəlir hara düşəcək? Bax, bura düşəcək. İndi qaldı fiqurun içərisində üçbucağı yaratmaq. Baxın, buradan bir dənə düz xətt çəksəm, gördüyünüz kimi üçbucağı görə bilərsiniz buradan. İndi nömrələyəcəm, daha aydın görəsiniz. Bu da trapesiya olsun, düzbucaqlı trapesiya. Bunu da sarı ilə çəkək. Deməli, fiqurları nömrələyək. 1, 2, 3, 4. 1 bura. 2 burada. 3 burada, 4 də burada. Yaxınlaşdırım. Görün. Deməli, düzgün variant C variantı olacaq. Sonra keçirik növbəti suala. 13-cü sual. Verilən hissələrin fikirlə birləşməsindən alınan fiquru seçin. Yenə də gözümə üçbucaq düşür. Və çin hissələr düzbucaqlı trapesiyalar. Üçbucağı baxın, buradan yaradırıq. Üçbucağı buradan yarada bildik. Və rəyləyirəm buradan üçbucağı. Sonra indi qaldı burada. İndi bu trapesiyanı baxın, buradan düzəltmək olar. Görürsünüz, bu trapesiyanı da buradan düzəltdik. İndi bu trapesiyanı da gördünüz. İndi nə qaldı? Kvadrat. Kvadratı da
Görə bilərsiniz burada. Deməli, hər bir fiquru nə elədik? Tamamladıq. Deməli, buna 1 desək, bura gəlib düşdü. 2 desək, gəlib bura düşəcək. Sonra 3 desək, gəlib bura düşəcək. Bu da 4 olsa, 4 də gəlib bura düşəcək. Deməli, düzgün variant nə oldu? B variantı oldu. Sonra 15-ci sualda nə deyir? Verilən hissələrin kirən birləşməsindən alınan fiquru seçin. Yenə də gözümə hansı fiqur düşür? Ən uc hissəli olan uçbucaqdır. Bunu da çəkmək üçün, bax bu fiquru çəkmək istəyirəmsə, buradan bir dənə düz xətt çəkməklə tamamlayacağam. Biraz sərgəli. İndi mən çəkə bilmirəm də, biraz nəzər alarsınız. Bacardığım qədər çəkirəm. Sonra deməli, buradan bir dənə xətt çəksəm və yaxud da buradan da bir dənə İndi gəlin şəkilləri nömrələyək, daha rahat görün. Bir olsun, 2 olsun, 3 olsun, 4 olsun. 4 gəldi düşdü burada. Sonra 1 hara düşür? Deməli, 3 gəlir düşür bura. Bax, uc hissəsi. Görürsünüz, 3 gəlir bura düşür. Sonra 2 hara düşür? 2 gəlib düşür bura. Bir də baxım şəklə. Aha, 2 gəlib düşəcək hara? 2 gəlib düşür bura. 3 gəlib düşdü ora. Deməli, 2 gəlib düşəcək bura. Sonra qaldı bir dənə burada 3. Daha desək, daha düzgün desək. Bir baxım. Biraz mən şəkli də sərgəli seçdim. Gəlin biraz şəkli sərgəli seçək. Amma belə deyək də. Ehtiyac yoxdur. Görə bilirsiniz də. 3 gəldi bura düşdü. Sonra qaldı burada 1 ilə 2. 2 gəlir hara düşür? Baxın. 2 gəlir düşür bura. Gördüyünüz kimi baxın. Niyə silindi? Qara ilə göstərim. Baxın, 2 gəlir düşür bura. Tam görə bilin. Amma sərgəsi seçdim. Bura 3 idi. 2 gəldi düşdü bura. İndi 1-ə baxın. 1-in uc hissəsi hardadır? Aşağı doğru. Baxın, bu hissədədir. Ucun aşağı hissəsi buradadır. Deməli, düzgün variant hansı oldu? D variantı oldu 15-də. Sonra 17-ci sualda nədir? Verilən hissələrin fikirən birləşməsindən alınan fiquru seçin. Yenə də uc hissəni tapmaq lazımdır. Ən nazik olan deməli, baxın, buradan bir dənə düz xətt çəksək. Sonra hər şey aydındır, görə bilərsiniz. Bir dənə qaldı burada balaca uçbucaqlar. Buradan belə düz xətt çəkdim. Burada seçdim. Gəlin nömrələyək hər birini. 1 olsun, 2 olsun,
3 olsun. 4 olsun, 5 olsun. 5 gəlir düşür bura. 4 gəlir düşür bura. Sonra 1 gəlir düşür bura. 2 gəlir düşür bura. 3 də gəlir bura düşür. Mən bunu göstərəcəm. Deməli, düzgün variant hansı olduğu B variantı oldu 17-ci sualda. 19-cu sualda. Nə deyir? Cavablarda verilən hissələrin 4-ünün birləşməsindən kvadrat alınır. Hansı hissə artıqdır? Əvvəlcə buradan bir dənə buradan bir dənə çox çəkdim aşağı. Nə düzəltdik? Biraz da sərgiyə çəkək. Sonra buradan belə bir düz xətt çəksəm, çox sərgəsiz oldu. Yaratmaq olmur. Bir dəqiqə. Buradan götürsək, buradan belə kəssək. Buradan da figürü yarada bildik. Düzdür, figürü yaratdıq buradan. Sonra bunu biraz da çəkək aşağı. Qoy buradan olsun da, buradan olsun. Buradan da belə trapesiya. Trapesiya nedir? Buradan olsa belə, buradan belə geçsin. Buradan geçsin, gözdə buradan geçsin. Buradan belə trapesiya geçsin. Buradan da belə gəlsin də. Və sərgəsiz olur. Niyə belə sərgəsiz düşür? Baxın, buradan gəlsək, getdik də aşağı çəkək də. Baxın, belə bir trapesiya çəkirik. Sonra buradan belə bir çox çəksək, biraz sərgə qoyacam. Belə. Əslində baxın, C variantı burada yerləşir. Biraz bunu buradan eləsək, baxın, bunu belə. Onda biz bunu buradan belə eləyək. Buradan belə eləsək. Buradan belə eləyəndə, buradan belə eləyəndə. Alınma. İstəsiz baxın, şəklin üzərində birləşdirə bilərəm. Biraz çətindir bunu çəkmək. Mən əslində çətin deyil, mən sərgəsiz çəkirəm onu. Yarada bilmirəm. Burada ancaq D variantı yoxum gəlmir. Nəsə, beynimə qoydum, çəkəcəm bunu. Xeyri yoxdur. Ələm elə düz gedirik. Dən şəklə baxın. İkisi də düz gəlir, sonra xəttin aşağı gedir də. Mən niyə belə çəkirəm ki? Birinci düz gəlsin, sonra aşağı getsin.
Ha, sağ ol. İndi yaranacaq. Aşağı düz çəkməliyik. Yox, buradan səhv keçdik. Bir dəfə də düzəltmək lazımdır. Belə buradan da belə düz trapesiya çəkəndə şükür Allaha. Buradan da belə usbucaq belə deyək. Buradan belə usbucaq çəkirsiniz. Bax belə bir usbucaq axı çəkəcəm buradan. Rəyliyim. Səriqəli olsun. Bu usbucağı çəkeyim. Yenə səliqəsiz, çox səliqəsiz. Bax belə olsa, bax belə. Belə olsa, belə. Ay sağ ol. Bunu səhərdən çəkdir ha. Baxın, bu fiqur buradadır. Sonra bunu da başqa rəng eləsəm. Görürsünüz, bu da düz bucaqlı trapesiya. Bu da usbucaq olsa, bizim də usbucağımız, məşhur usbucağımız. Usbucaq da gərək usbucaq olar. Xeyri yoxdur, düzəldəcəm bunu. Bu hissəsi bura. Rəyli nəsə elədi. Dilim dolaşdı Allah. Yaratdım hə desən. Rəssam ola bilərəm mən. Ola bilmərəm. Sağ baxın. Hər bir hissəni. Deməli, gördüyünüz kimi bu bizim məşhur usbucağımızdır. Şəkil çox əla düşdü. Deməli, B variantı burada yerləşir. C variantı burada yerləşir. C variantı burada. Düzəldirəm yavaş-yavaş. Sonra Y variantı, baxın Y variantı burada yerləşir. Amma A variantı da harda yerləşir? Baxın, burada yerləşir. A variantı da burada. A variantı da burada yerləşir. Şəkil öz başına alındı. Deməli, hansı olmalıdır? D variantı, 19-cu salda D variantı. Girmişsiniz salda. Yenə də uc hissəni tapmaq lazımdır. Baxın, buradan belə düz xətt çəksək, usbucağı buradan yarada bilərik. Sonra, indi qaldı burada. Bu hissəni. Sonra da buradan belə düz xətt qoysaq, hər bir hissəni demək olar ki, tapmışıq. Demək, birinci burada bura yerləşir. Bu ikinci gəlir bura yerləşir. Sonra üçüncü bura yerləşir. Dördüncü də böyükdür deyə uc hissəsi baxın buradandır. Dördüncü də buradan. Demək, düzgün variant J variantı oldu.
Sonra 23-cü sualı yazdıq. Neçənci sual? Burada sual qalmadı. 25-ci sualı bilmirik. 26-cı suala baxırıq. Verilən hissələrin fikirlə birləşməsindən alınan fiquru seçin. İndi şəklin üzərində çəkəcəm. Çünki istərsiniz baxın bu hissəni bura birləşdirəsiniz. Burada tərsinə çevirib yaza bilərsiniz. İndi baxın buradan bir dənə düz xətt çəksəm. Düz xətt çəkəndən sonra bax buradan bir dənə çəksəm, baxın buradan çəksəm bu bucağı görə bilərsiniz. Sonra buradan da düz xətt çəksəm, biraz da sərgəli, biraz da sərgəli öyrənir yavaş-yavaş. Belə çəkdik, sonra buradan belə sərgəli dedikdə sərgəsiz çəkirik. Olmadı. Buradan da böyle nömrələyək. Bir, 2, 3, 4 olsa 4 gəlir hara düşür? 4 gəlir bura düşür. Bu nədir? 4 gəldi bura düşdü. Sonra 2 gəldi bura düşdü. 1 gəldi bura düşdü. 3 də gəldi bura düşdü. D variantı. 29-cu sual. Nədir? Verilən hissələrin fikirlə birləşməsindən alınan fiquru seçin. Gəlin əvvəlcə A variantına baxaq. Görək nə olacaq. Kvadratı buradan yaratdıq. Sonra indi trapesiyanı yaradaq. Trapesiyanı da buradan bir dənə belə kəssək burada. Yox, belə düzəldə bilərik. İndi belə deyək. Aha. Buradan kvadratı yaratdıq. Kvadrat gəldi biraz balaca çəkək. Daha aydın olsun. Kvadrat. Buradan bir dənə bu trapesiyanı yarada bilirik. Sonra indi buradan da bir dənə belə düz xətt qoyanda indi hansı romb yarada bilmədik? Hə, rombu indi yaradaq. Rombu yaratmaq üçün onda buradan belə eləyək də. Buradan düz xətt qoyaq. Buradan düz xətt qoyanda biraz da belə sərgəli eləsək. Tamam, buradan düzəlir. Gördüğünüz kimi bu da bizim rombumuz. İndi şəkilləri nömrələyək. Hər bir hissəni görün. 1, 2, 3, 4. 4 gəldi düşdü bura. Sonra 3 gəldi düşdü bura. 2 gəlsin düşsün bura. 1 də gəlsin düşsün bura. Deməli düzgün variant A variantı oldu. Sonra 37-ci sual. 37-ci sualda yenə də bizdən deyir ki, verilmiş fiqurlardan 4'ünü birləşdirdikdə göstərilən 6 bucaqlı alınır. Hansı fiqur artıqdır? Buradan bir dənə düz xətt çəkdim. Biraz yaxınlaşdıraq.
Və buradan buraya qədər çəkdik, yaratdıq. Sonra buradan da düz xətt çəksək, rombu yaratdıq. Sonra da buradan da axıra qədər çəksək, hamısını yaratmış olduq. Deməli, A variantı hara gəldi? A variantı gəldi, düşdü bura. Sonra C variantı bura düşdü. B variantı bura gəldi, düşdü. Y variantı da gəldi, bura düşdü. Uc hissəsi baxın. Bunun uc hissəsi buradan baxın gəlir, belə düşür. Ya da belə, hələ bu da uc hissəsi, bu da uc hissəsi. Deməli, hansı artıq qaldı? Deməli, D variantı artıq qaldı 37-ci sualda. Sonra burada görək nə var? 40-cı sual. Cavab variantlarındakı hissələrin dördünün birləşməsindən verilmiş dördbucaqlı alınır. Hansı hissə artıqdır? İndi gəlin nə edirik? Və D variantında B variantını çəkirəm şəkili. B variantının şəkili çəkəndə çəkdik. Sonra Y variantını çəkək. Y variantını da çəksək, bax, buradan çox yuxarı çəkdim. Y variantını çəksək, düz gəldi. Sonra burada gəlir. Sonra bura birləşir. Sonra qaldı burada, əslində bunlar burada rəyləməli idim. Bunlar burada birləşməli idi. Və buradan olmalıydı. Rəyləyim. İndi burada qaldı hansı A variantında düzəltmək olur burada. Baxın. Görürsünüz. A variantında burada düzəltmək olur. Deməli, hansı artıq qaldı? D variantı. Hər birini yazım üzərinə. Bu D variantı. Sonra A variantı burada. Bu B variantıdır. Baxın, şəkil görürsünüz də, baxın, bu B variantı budur. Bu da C variantıdır. C variantı burada. Deməli, artıq olan hissə C variantıdır. Sonra 41-ci sual. 41-ci sualda nə deyir? Biz birləşdirməli üçbucaq almalıyıq. Onun üçün buradan düz xətt çəkirəm. İndi variantlara baxsaq. A variantında bunun bu hissəsi var. Bu hissə buradadır. D variantında var. B variantında var. Sonra C variantında var. Sonra içəri düz getməlidir. D variantında var. Sonra C variantında vardı. İçəri düz gedib. Sonra B variantında baxın düz gedib. Sonra A variantında düz gedib. Sonra C variantında da düz gedib. Uyğundur. Sonra aşağı düz xətt sürüşməlidir. Aşağı düz xətt D variantı uyğundur. D variantı uyğundur. Aşağı düz xətt. A variantı uyğundur. Amma B variantında diagonal gedib olmaz. Sonra C variantında da uyğundur. Düz xətt gedib. Sonra düz xəttdən sonra sanki sağa doğru düz xətt gəlib. A variantında əksidir deyə həqiqətən sola doğru, əslində çevirəndə sağa doğru gedir. Uyğundur. Sonra C variantında uyğundur.
Amma D variantında yenə də baxın düz xəttdən sonra belə getməlidir axı. Bu belə getməlidir. Diagonal gedib olmaz. Qaldı burada C variantında da dedik, uyğun gəldi. Sonra düz xətt aşağı getməlidir. Düz xətt aşağı. Düz xətt C variantı uyğun aşağı. Y variantında da düz xətt uyğundur. Yox, Y variantı düz xətt. Düz xəttdən sonra bax fikir verin. Bir dəqiqə. Bunları sileyim. Düz xətt. Düz xətt. Düz xətt. Düz xətt. Sonra belə. 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 Deməli. İndi C variantından səhvdir. C variantında. Yəni ardıcılıqla baxaq, belə izah edə bilməyəcəm sizə. Deməli, burada D variantı çıxıb, B variantı çıxıb. Qaldı burada A variantı, C variantı və C variantı. Hər birini sileyim, ardıcılıqla gedim. Belə izah edə bilmərəm. Düz xətt, düz xətt, düz xətt, düz xətt gedib. Sonra sağa dönməlidir. Sağa dönüb. Sonra burada da var. Sonra düz xətt yuxarı getməlidir. Düz xətt gedib. Sonra getməlidir belə getdi buradan. Getdi buradan. Bu da getdi. Amma C variantında aşağı düz xətt getməlidir. Aşağı düz xətt getmir. Burada diagonal gedir. Ona görə olmaz. Sonra indi qaldı burada A ilə C. A ilə C-nin nə fərqi var görək. Ayaq hissəsi, baxın, ayaq hissəsi bunda da var. Bunda da var, bunda da var. Həqiqətən fikir verin. Ayaq hissəsindən sonra belə düz diagonal getməlidir. Amma C variantında getməyib. Uc hissə baxın, burada uc hissə olmalı idi deyə yoxdur bu hissə. Ona görə olmaz. Ona görə nə olacaq? A variantı. Gəlin indi siz şəklin belə deyək də çevirsək. Bu şəkili bu formada çevirsək gəlib üst-üstə düşər. Hər bir hissəni göstərirəm. Bu hissə var, bu hissə var. Düz getdi. Düz getdi. Aşağı getməlidir, bunda da aşağı gedir. Belə getməlidir, belə getdi. Belə gedəndən sonra düz aşağı düşməlidir, düz aşağı düşdü. Sonra diagonal getməlidir, diagonal getdi. Diagonaldan sonra dönməlidir, döndü. Burada da döndü. Sonra düz getməlidir, düz getməlidir. Onun üçün də nə olacaq? Elə A variantı 41-ci sualda. Sonra 43-cü sualda nədir? Soldakı fiqurun hansı hissələri kəsilsə aşağıdakı fiqur anlar. Yenə də burada olmayan hissələri baxın. Bu hissə yoxdur. Bir də ki, bu hissə yoxdur. Deməli, hansı hissə yoxdur? 3-cü hissə, bir də 6-cı hissə. Deməli, cavab nə olacaq? D variantı olacaq. 106. 43-cü sualda. 43-cü sualda verilmiş 4 hissəyə ayrılaraq, fiqur 4 hissəyə ayrılaraq cavab variantlarında qeyd edilmişdir. Fiqura aid olmayan hissəni tapın. İndi əvvəlcə D variantındakı fiquru tapıram. Kəsir xətt varsa, buradan bir dənə gedirəm. Buradan biri seçdim. Sonra B variantını necə yarada bilərik? Buradan tutaq ki, gəldi. İndi buradan da belə, əslində belədir də. B variantını gətirdik bura. Sonra demək olar ki, bitdi. İndi uçbucaq qalıb. Uçbucağı da buradan düzəldə bilərik. Buradan düz çatırsan da
Yazıram hər birinin variantlarının üzərinə. D variantı gəldi düşdü bura. Sonra Y variantı gəlir düşür bura. C variantı buradadır. B variantı gəldi düşdü bura. Deməli düzgün hansı olacaq? Düzgün variant A variantı olmadı. Bu da 43 getdi. Sonra 45-ci sual. Verilmiş fiqurlardan dördündən düzbucaqlı alınır. Artıq olan hissəni seçin. Aha. Bu hissə buradadır. Aşağıdır, aşağıdır. Deməli bu hissəni birləşdirsək nə olacaq? Düzbucaqlı yarada bilərik. 1 ilə 5-i birləşdirdik. Sonra bu şəkli çəksəm görürsünüz. Hansı şəkildir? 4-cü şəkil. Üstdən 4 birləşdi. 1 ilə də 5 birləşdi. Artıq olan hissə nə oldu? 2-ci. Bu da oldu A variantı. Sonra 46-cı sualda. 46-cı sualda B variantıdır. O birləri işləmirəm. Deməli hardan başlayasınız? Baxın. Bunu düzbucaqlıya belə deyək də kvadrata tamamlayasınız. Belə deyək. Hər bir hissəni bax, buradan başladınız, buradan başlayasınız. Buradan sonra bax belə getdiniz, belə getdiniz. Sonra aşağı getdiniz. Düz getdiniz, düz getdiniz. Sonra dönməlisiniz, aşağı dönməlisiniz. Düz gəldiniz, düz gəldiniz. Sonra dönməlisiniz, yuxarı döndünüz. Düz getməlisiniz, düz getdiniz. Sonra belə getməlisiniz, belə getdiniz. Sonra belə getməlisiniz, belə getməlisiniz. Belə getməlisiniz, belə getdiniz. Sonra belə getdiniz, belə gəldik, belə gəldik, belə gəldik. Düz xətt gəlməliyik, düz xətt gəlməliyik. Düz xəttdən sonra aşağı getməliyik, aşağı getdik. Düz xətt getməliyik, düz xətt getdik. Aşağı getməliyik, aşağı getdik. Düz xətt getməliyik, düz xətt getdik. Düz xətt yuxarı getməliyik, düz xəttdən sonra yuxarı getməliyik. Yuxarıdan sonra düz getməliyik, baxın, düz getdik. Sonra aşağı getməliyik, aşağı getdik. Ondan sonra düz getməliyik, düz getdik. Düzdən sonra bir dənə də yuxarı qalxmalıyıq. Yuxarı qalxandan sonra yadımdan çıxdı, belə getməliyik. İndi belə getməliyik. Fiqur alınır. Deməli B variantı. Yəqin ki aydın oldu. Sonra 49-cu sual nə deyir? Verilən hissələrinin dördünün birləşməsindən hissələri döndərmədən aşağıdakı fiqur alınır. Hansı hissə artıqdır? Gəlin baxaq. İndi bu fiqurlar heç birini döndərmirik ha. Əsas məsələ fiqurları döndürmək olmaz. Bizdən deyir ki, hansı artıqdır? İndi gəlin əvvəlcə hardan başlayaq? B variantından başlayaq. Ən çətin fiqur B-dir. Görək yarada biləcəyəm buna. Bu fiqur burada. Belə getdi, belə getdi. Belə gedəndən sonra belə getməlidir, belə getməlidir. Belə, sonra belə gəlməlidir, belə gəldi. Sonra belə gələndən sonra düz getməlidir, getdi. Getdi. Gedəndən sonra düz getməlidir. Sonra düz getdi. Sonra gəlməlidir belə. Gəlməlidir. Gələndən sonra bir dənə fiqur buraxmalıdır bura. Aşağı düşdü. Aşağıdan sonra düz qaranın üstünə gəlməlidir, gəldi. Gələndən sonra belə gəlməlidir, gəldi bura. Qaranı, qara. Qaradan sonra gəlin, qariyada olmalıdır. 3 dənə səhv getdim. Belə gəlməlidir. Deməli, gördüyünüz kimi B variantı baxın, burada yerləşir. Sonra indi C variantında bax burada yerləşdirə bilərik. C variantını da bax ağ fiqur. Baxın, mən şəkli çəkim üçün.
Ağdan sonra nə də qara var, qara var. Sonra qaradan ağa doğru getməlidir, qaradan ağa doğru getməlidir. C variantı burada. Sonra qaldı burada nə? A variantı, A variantı. Baxın burada yarada bilərik. Siz biraz sərqəli eləyim C variantını göstərim sizə. Bu da oldu C variantı. Sonra indi D variantını yaradaq. D variantı burada olacaq. Deməli A. C variantında 2 dənə qara var idi. Hə. 2 dənə qara. Bax D variantı da buradadır. Gördünüz, D variantı da buradadır. B variantı da buradaydı. Qaldı A variantı. A variantı da A variantı nətərdir? Deməli A variantın ən yaxşı belirliyim, sırahat göstərim. Biraz xırdadır, səliqəsiz görsənir. Birinci B variantını göstərim. B-ni görəndən sonra hamısını görə bilərsiniz. B, bir dənə qara, qaradan sonra ağa gedir. İki dənə ağa. Baxın B budur. Gördüyünüz kimi bax. Qara, qara. B burada yerləşdi. Sonra C də bax bu ağ fiqur var. C də burada yerləşir. Gördüyünüz kimi 2 dənə bax, ağ. Ağdan sonra 2 dənə bax, qara. Diagonal üzrə baxsaq. Görürsünüz, diagonal üstə 2 dənə də ağ. Sonra indi qaldı burada A variantı. A variantında hansıdır? A variantı da A variantı. Peşən bura. D variantı nədir? Hə, D variantı bu yox. D variantı buradadır. Ağ. Baxın, ağ. Ağ. Qara. Qara. Ağ. Ağ. Sonra ağ. Ağ. Sonra qara. Qara. 2 dənə ağ. 2 dənə ağ.
Mən B variantını onda səhv seçmişəm. B variantını gəlib baxaq, bir də baxaq buna. Bir də B variantını düz seçək. Bu ağ buradadır. Düzdür. Sonra 2 dənə qara, bu qara, bu qara buradadır. Sonra ağ bunu rayladım, bunu rayladım. Sonra üstündə qara, bu qara. Sonra ağ. Deməli, B variantı belədir. B variantı getdi. Sonra C variantı budur. İki dənə ağ, 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 qara, qara, ağ, ağ, sonra qara, qara, sonra ağ, bu da ağ. C variantı da getdi. Deməli C variantının şəklini çəkin buradan. Buradan belə, buradan belə. Belə, 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 belə. Sonra belə, belə, belə. C variantı da burada. İndi qaldı burada D variantı. D variantı da A variantı budur da. A variantı. Yox, əslində A variantı. Hə, A variantı buradadır. Bu ağ. Bu ağ. Bu ağ. Qara, qara, ağ, ağ, qara, qara, ağ, ağ, qara. Sonra qaldı indi C variantı seçdi. İndi D variantı qalır. D variantını sizə göstərirəm. Bunu da sarı ilə göstərsəm. Bu ağ buradadır. Bu qara buradadır. Bu ağ buradadır. Bu qara buradadır. Bu ağ. C, bu ağ burada. 2 dənə də ağ. 1, 2 dənə də ağ burada. Baxın, bunları rəyləsəm. Ən rahat elə. Salamatı burada. Baxın. Demək olar ki, bunu da rəyləyirəm. Özünüz yaxınlaşdırıb baxarsınız. Xırdadır deyə çəkmək olmur. Ya da mən səliqəsizəm. Və bu və burada. Deməli 49-cu sualda hansı olmadı? C variantı olmadı. Sonra 52-ci sual. 52-ci sualda nədir? Verilmiş fiqur 4 hissə ayrılaraq cavab variantlarında qeyd edilmişdir. Fiqura aid olmayan hissəni tapın. Aha. Əvvəlcə nə edirik? A variantda olan fiqurları deməli D variantını buradan birləşdirdim. Sonra buradan da bir dənə fiqur seçsəm nə olacaq burada? B düşəcək bura, C də düşəcək bura. Deməli hansı hissə artıq qaldı? C variantı artıq qaldı. Növbəti sual, 56-cı sual. Nədir? Aşağıdakı şəklin içərisində variantlardan hansı yoxdur? Aha. A variantını yarada bilərik. Bax belə. Səsi belə. 1, 2, 3, 4 dənə. 1, 2, 3, 4 düz xətt. Deməli A variantı getdi. Yaratmaq mümkündür. Sonra B variantına baxaq. B variantında 2 dənə xətt buradadır. Sonra belə bir düz, belə bir düz. Düzdən sonra belə deyək də bax bura getməliyik. Bura gedəndən sonra 2 dənə belə deyək
boş buraxmalıyıq. Boş buraxmalıyıq. İki dənə boş buraxaq. Və buradan çəkə bilərik də bu fiquru. Amma əslində bir dənə fiqur buraxmalıyıq. Onun üçün. Onda belə deyək, buradan yarada bilərik. Necə yarada bilərik bunu? Üstdən gələk, bax. Bu hissə burada. Sonra bu hissə buradan gəldik belə. Belə. Düzdür, bu hissə gəldik, bax gəldik belə. Nerə gəldik? Sonra bu iki dənəni boş saxlamalıyıq. Bu iki dənəni boş saxlamalıyıq. Hətta bu hissədə qoymalıyıq da, burada qoymalıyıq. Bura. Bunun bir dənə, altda da iki dənə. Hətta buradan belə, baxın, bu hissəni yarada bilərik. Yaratmaq mümkündür. Bax, yenə də çəkinəm. Bu ikiden olan budur, bu fiqurlardır. Üstdə olan tək budur. Tək budur. Sonra iki dənə baxın, bu hissəni boş buraxmalıyıq. Belə deyək də, elə bir ki, baxın, burada yaratmaq olar. Bax, bunu yaratdıq burada. İki dənə bax, bunları. Bir də üstündə yaratmaq olur da. Sonra C variantı rahatdır, belə yarada bilərik burada. Bax, burada yarada bilərik. Sonra D variantına görə yarada biləcək, yoxsa yox. D variantına iki dənə xətt üstündə əslində bu bir dənə diagonal getməlidir, bu da diagonal getməlidir. Yarada bilirik. Amma G variantı mümkün deyil. Çünki bax, neçə dənə? 1, 2, 3, 4, 5, 6 dənə. Yox, 1, 2, 3, 4, 5 dənə. Amma 5 dənə burada diagonal yoxdur axı. 1, 2, 3, 4 dənədir burada. Yaratmaq mümkün deyil. Buna görə G variantı olmayacaq. Sonra keçirik 57-ci sualda. Verilən hissələrin ikilən birləşməsindən alınan fiquru tapın. Necə eləyəcək? Y variantına baxsaq, yenə də uçbucağı buradan yarada bilərik. Uçbucağı yaratdıq buradan. Bir dənə aşağı düz çəksək, demək olar ki, fiqurların hər birini yaratmışıq. Burada mavi ilə eləsək. Deməli, baxın, bu 1 buradadır. Bu 2 buradadır. Bu 3 buradadır. Bu 4 də buradadır. Deməli, düzgün variant G variantı olacaq. Sonra görən hansı sual qaldı? Demək olar ki, hamısını izah olundu.